Salam hörmətli izləyicilər. Bugünkü videomuzda üçüncü ştampının qurulması ilə bağlı müəyyən əsas məsələləri nəzərinizə çatdıracağıq. İlk öncə başlamaq istəyirəm draw bölməsindən. Buradakı bəzi alətlərdən istifadə edəcəyik. Xüsusilə də line komandasından istifadə edəcəyik. Daha sonra modify bölməsindən istifadə edərək biz bu müəyyən kəsmə əməliyyatı, sonra güzgüləmə, offsetləmə əməliyyatları eləyəcəyik. Başlayaq. Line komandasını seçək. Deməli, A4 formatının ölçüləri 210-un 297-yə olan ölçülərdir. Birinci növbədə biz müəyyən bir nöqtə koordinat verməliyik. Bunu kursor vasitəsilə daxil edirik. Fikir verirsiniz, artıq xəttimiz görünür. Və bu xəttin düz olmağını istəyiriksə, tam 90 dərəcə altında olmağını istəyiriksə, F8 qısa yolundan istifadə edə bilərik və yaxud da aşağıda orta modu aktivləşdirə bilərik və yanında görürsünüz F8 yazılıb mötərizə içərisində. Qısa yolu bunun F8-dir. Mən F8 ilə bunu aktivləşdirirəm. Artıq aktivləşdi. Yazıram 297, Enter. Sonra biz xəttə hər zaman istiqamət verməliyik. Sola və yaxud da sağa aparmaq istəyiriksə xətti, biz o zaman kursoru sola və yaxud sağa istiqamətdə çəkirik və ölçümüzü daxil edirik. Yazıram 210, Enter. Sonra yenə aşağıya doğru 297, Enter. Sonra ən sonda biz ya burada deməli 210 yazıb yenidən xəttimizi qapaya bilərik, konturumuzu qapaya bilərik. Yaxud da buradan deməli baxaq görək. Endpoint, midpoint deməli hansı menünün altındadır bu? Snap menüsünün altındadır. Endpoint aktivdirsə burada yaşıl bir işarə gəlməlidir. Fikir verirsiniz, yaxınlaşdırıram və burada yaşıl bir kvadrat yaranır. Yaşıl kvadratın üstünə klik edirik. ESC ilə ESC, yəni klaviaturadan ESC, sol yuxarı küncdə ESC düyməsini vuraraq biz komandanı ləğv etmiş oluruq. Artıq bizim künc ştampımızın çöl konturu hazırdır. İndi bundan sonra biz nə etməliyik burada? Soldan 20 məsafəsini tənzimləməliyik. Yuxarıdan 5, sağdan 5, yenə aşağıdan 5 məsafəsini tənzimləməliyik. Bunun üçün biz burada modify bölməsində offset əməliyyatını seçirik. Offseti seçəndən sonra biz ona dəyər veririk. Məsəl üçün, sol xəttdən 20 mm aralıda bir xətt olmalıdırsa, yazıram 20, Enter. Daha sonra xəttin üzərinə bir dəfə klik eləyirəm və istiqaməti artıq kursorla bəlli eləyirik. Sola mı olmalı, yox, sağa olmalıdır, artıq onu qərarlaşdırırsınız. Təbii ki, burada içəridə olmalıdır. Biz sağa doğru kursoru hərəkət etdirib klik edirik. Daha sonra komandanı yenə ESC ilə ləğv eləyirəm və yenidən offset əməliyyatını seçirəm. Bu səfər 5 yazıram, Enter deyirəm. Yuxarıdan aşağıya 5, sağdan sola doğru 5, aşağıdan yuxarıya doğru 5. Fikir verirsinizsə, birinci çəkdiyim konturun içərisində bu xətləri çəkmiş oluram. İndi isə ESC ilə yenə komandanı ləğv eləyirəm və keçirəm burada budama işlərinə. Budama işlərini trim komandası vasitəsilə yerinə yetirəcəyik. Trimi seçirəm və aktivləşdirmək üçün Enter düyməsini sıxıram. Deməli, silirəm. Bu şəkildə X gəlir üzərinə. Fikir verirsiniz, xətti tam silmir. Müəyyən bir hüduda qədər silir. Yəni, buna biz budama deyirik. Budayırıq bu artıq hissələri. Aha.
Bu işdən sonra, bu əməliyyatdan sonra bizim burada deməli bu 5 məsafəsindən sonra 55 məsafəsi var. Bu 55 məsafəsini də yenə offset vasitəsilə biz həll edəcəyik. 55 enter, yuxarıya doğru 55 və bu xəttimizi də yerləşdirdik. Daha sonra keçirik əsas yazı hissəsinin, deməli xətlərinin çəkilməsinə. 7, 10, 23, 15 və 10 məsafələrində olan xətləri çəkəcəyik. 7 məsafəsində olan xətti biz 2 yolla çəkə bilərik. Birincisi, line-ı seçib, gəlib burada bu kəsişmə nöqtəsinin üzərində saxlayıb, sonra onu extension biraz saxlayıb, extension yazısı gəlinə qədər, yəni hərəkət elətdiririk. Extension yazısı gəlirsə, biz burada məsafə yazmalı. Yazıram 7, enter deyirəm və artıq mənim xəttim gəlir 7 məsafəsində və uzunluğu isə buradan baxaq uzunluğumuz nə qədərdir? Uzunluğumuz 25 millidir. Xəttin uzunluğu 25 milli olmalıdır aşağıya doğru. Biz də aşağıya doğru hərəkət elətdirib 25 ölçüsünü daxil edirik. Və yaxud da bunun başqa yolu, əgər bu üsul alınmasa, offset komandası ilə 7 yazırıq, enter deyirik. Bu xəttin özünü 7 milli məsafə çəkə bilərik. Sadəcə burada problem nədir? Problem bu xəttin başdan aşağıya qədər olmasıdır. Biz bunu sonralıqca 25 milli məsafəsinə düzəldə bilərik və bundan istifadə edə bilərik bu şəkildə. Bunu silirəm. Əvvəlki üsulla davam edirəm ki, videonun dəqiqələri uzun olmasın. Deməli 7 aşağıya doğru 25 enter. Daha sonra artıq bundan sonra birinci xəttimizi çəkdik 7 məsafəsində, sonra 10 məsafəsi və 23 məsafəsi gəlir. Deməli, yenə offsetə müraciət edirik. 10 yazıram, enter deyirəm və bu xəttin özünü offset deyirəm 10 milli kənara. Daha sonra yenə offseti seçirəm. Offseti seçirəm və məsafə 10 göstərir. Biz onu eləməliyik 23 etdik, daxil edirik. 23. Daha sonra 15 məsafəsi və 10 məsafəsini daxil edəcəyik. Sağa doğru 23 yox, biz buradan neçə yazmalı? 15, enter. 10, enter. Fikir verirsiniz, burada 25 məsafəsi bir dənə 7 məsafəsində olan xəttədir. Yəni bu xətt 25 milli uzunluğundadır. Digər xəttlər isə aşağıya doğru tam axıra qədər çəkilmiş olmalıdır. Bunun üçün biz burada trim komandasının alt hissəsində extend komandası var. Yəni bu üçbucağı vuran zaman açılır, extend. Extendi seçirik, enter deyirik və bu xətlərin hamısını bir-bir aşağıya doğru uzatmış oluruq. Sonra deməli bu 5 məsafələri ki var, 55-in içərisində 5x11, yəni 55 hardan gəlib onu göstərir. 11 ədəd xətt çəkməliyik. Birinci xəttimizi offsetlə çəkirik. Deməli 5 enter. Yuxarıdan aşağı və yaxud aşağıdan yuxarı fərqi yoxdur. Mən yuxarıdan aşağıya doğru başlayacağam. Deməli 5 milli xəttimizi çəkdik. Bu formada aşağıya doğru tam şəkildə hamısını artırmış oluram. Bu ən sadə üsuldur. Bundan daha qısa bir üsul var, amma yeni başlayanlar üçün bu daha əlverişli bir üsuldur. İndi bu artıq xəttlərimizi siləcəyik buradan. Trim vasitəsilə trim enter. Və bu hissələri mən nə edim? Silmiş oldum. Nəyə görə sildim buranı? Çünki fikir verirsiniz, bu hissələrdə xətlərin bəziləri biraz qalın xətlə göstərilib, müəyyən bir qalınlıqda göstərilib, qara rəngdə görünür. Digərləri nisbətən nazik xətlə çəkilib və bu hissədə də müəyyən qalın xətlərimiz var. Biz onları saxlayıb, ondan istifadə edə bilmədiyimizə görə onu silirik. Əsas xətlərimiz bizim burada qalın xətləri
deməli qalınlaşdıracağıq. Amma ondan öncə biz deməli yuxarıdan aşağıya doğru 3 xətt, yəni 3 dənə xananı seçirik və o xanadan sağa doğru bir xətt çəkəcəyik və aşağıda da eyni qayda ilə aşağıdan yuxarı 3 xana sonrasında bir xətt çəkməliyik. Deməli bu şəkildə başlayaq. Deməli 1, 2, 3-cü xananın sonundakı xəttdən başladım. Bunu ixtiyari uzadıram. Bu şəkildə uzadıram. Yəni artıq heç bir problemi yoxdur. Sonda siləcəyik onu. Çəkdim hər birini. Deməli trim vasitəsi ilə artıq hissələrimizi nə edirik? Budayırıq və normal düzgün halına salmış oluruq. Daha sonra 18, 17 və 15 məsafələrində olan xətləri çəkməliyik. Deməli, başlayırıq yenə line. Birinci üsulla kəsmə nöqtəsində saxlayırıq. Sonra sola doğru sürüşdürürük. Extension gəlir, yəni izləyir, xətti izləyir. Məsafəni daxil edir. Birinci məsafəmiz 18-dir. 18 daxil elədik. Enter. Aşağıya doğru tam şəkildə çəkirəm. Artıq hissəni sonra siləcəm. Yəni bu xətti keçsə kifayət eləyir. Daha sonra 17 və 15 xətlərini çəkəcəm. 17 və 15 xətlərini çəkəcəm. Deməli, onun üçün nə edirəm? Yenə offset komandasına müraciət edirəm. Yazıram 17 enter və 15 xəttini çəkməliyəm. 17 yox, bura 15 daxil edirik və enter deyirik. ESC ilə, yəni ESC ilə ləğv edirik komandanı və artıq xətlərimizi burada trimlə silirik. İndi bir məsələ var ki, burada 15-in sonundakı xətt tam aşağıya qədər olmalıdır. Biz onu birinci uzadaq, extendlə uzadırıq. Extendlə bu xəttə qədər uzadırıq. Sonra deməli yuxarıya doğru bir 5 məsafəsi var. Bu hissə 15-dir. Yəni 3 dənə xana 5, 5, 5, 15 bu məsafədir. 15-dən sonra isə bir 5 gəlir. Bu 5-i də biz burada çəkməliyik. Təbii ki, yenə offset komandasından istifadə edirik. Offset nədir? Müəyyən məsafə qədər xətti köçürmüş olur. Deməli, yazıram 5, enter. Gəlirəm, hansı xətti? Bu xətti seçirəm və yuxarıya doğru onu 5 məsafəsində sürüşdürürəm. Artığını təbii ki, trim vasitəsi ilə trimi buradan seçirik. Qayçı işarəsi, trim, enter. Silirəm və daha sonra bu artıq xətlərimizi buradan silmiş oluruq. Deməli, yerdə qaldı bizim bu xəttimiz. Bu xəttin özü də yuxarıdan aşağı 15, yəni bayaqki 3 xananı nəzərdə tutur və sonra bir xanada əlavə olunur 5 milli məsafəsində. 5 enter deyirəm. Və gəlirəm, bu hissəyə toxunuram, yəni bu xəttə toxunuram, aşağıya doğru sürüşdürürəm 5 milli. Artıq xətti təbii ki, yenə trimlə buduyuram və komandanı ləğv etmiş oluram. Son bir xəttimiz qalır bizim burada. Son bir xəttimiz hansı xəttdir? Təbii ki, bu vərəq və vərəqlər yazılan 20 milli xətti ki var. Biz onu çəkməliyik. Line. Kəsmə nöqtəsində yenə saxlayıram. Buradan bu tərəfə doğru deməli 20 milli yazıram. Enter deyirəm. Və yuxarıya doğru 5 milli enter deyirəm. Yəni dediyim kimi, əgər siz bunu bu şəkildə alındıra bilmirsinizsə, offset 20 enter bu xəttin özünü çəkib, sonra trim vasitəsi ilə buduyub bu şəkildə, yəni o məsafəni düzgün şəkildə ala bilərsiniz. Biraz uzun gedir, yəni əlavə işlər görmüş olursunuz, amma nəticə etibarilə ilə doğrudur. Yəni bu işdə bizim, yəni kün ştampının qurulmasında offsetdən və line-dan daha çox istifadə edirik. Bir də köməkçi funksiyalar ki var burada, 90 dərəcənin aktiv olması, snapın aktiv olması, snapın içərisindəki endpoint, midpoint, center, intersection, extension,
Bunlar aktiv olmalıdır təbii ki, bunlara diqqət edin.